Hər vaxtınız xeyir olsun, dəyərli Stat TV izləyiciləri. Mühüm bir məlumatı diqqətinizə çatdıracağam. Əmək haqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq əmək haqqım 1370 manat, digərlərinin əmək haqqısı isə 609 manatdır. Bu sözləri kim deyib? Keçmiş Təhsil Naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Azpolitikaya müsahibəsində bildirib. O qeyd edib ki, hazırda institutda çalışan 180 nəfər var ki, onlardan 117 nəfəri elmi işçi, qalanları köməkçi heyətə daxildirlər. Professorların maaşı 1000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz. Ona görə də onlar qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarımştat işləməyə imkanları var. Qanun onlara imkan verir. Onu da qeyd edim ki, son bir ildə Elm və Təhsil Nazirliyi çox vacib və müsbət bir qərar qəbul edib. Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə alimlərə aylıq mükafat verilir. A, B, C kateqoriyalı sistem formalaşıb və qeyd edək ki, dəyərli izləyicilər, A qrupuna düşən alimə ayda 1300 manat, B qrupuna düşən ayda 1000 manat, C qrupuna görə isə 650 manat əlavə ödənişlər verilir və təbii ki, bu məqalələr nüfuzlu bazalarda yer alan jurnallarda çap olunmalıdır. Və bu sahədə institutumuz ilk sıradadır, deyib Misir Mərdanov. Məsələn, son aylarda 30-dan çox əməkdaş bu mükafata layiq görülüb. Misir Mərdanov Təhsil Naziri Emin Əmrullayevin indiki problemlər 20 il əvvəl yol verilən nöqsanlarla bağlıdır fikrinə də münasibət bildirib. Bu məsələni nazirlə müzakirə etmişik. Dediyinə görə jurnalistlər onun fikrini təhrif ediblər və 20 il əvvəl ölkəmizdə bütün sahələrdə, o cümlədən də təhsil sahəsində çox ciddi problemlər var idi. Azərbaycanda 50-dən çox özəl universitet var idi və o zaman ümummilli lider məni nazir təyin edəndə demişdi ki, bu sahədə nizam-intizam yaratmaq lazımdır. Mənə qədər həmin universitetlər artıq fəaliyyətə başlamışdılar, onlara lisenziyalar verilmişdi. Amma mənim nazirliyim dövründə onların sayı 12-yə endirildi. Bu çox çətin idi, çünki hər birinin arxasında nüfuzlu və imkanlı şəxslər dayanırdılar. Onlara qarşı mübarizə aparmaq asan deyildi, amma biz bu sayı minimuma endirə bildik. Həmin universitetləri bitirənlərin diplomlarının qanunsuz olması ilə bağlı konkret qərar yox idi. Biz qərara gəldik ki, diplom yalnız TQDK-nın yolu ilə qəbul olunan tələbəyə verilsin. Və o vaxtlar bəzi universitetlər özləri imtahansız tələbə qəbul edirdilər. Eyni zamanda o dövrdə Qərbi Azərbaycandan 300 min insan köç etmişdi. Onların içində müəllim də var idi, şagird də. Onların yerləşdirilməsi məsələsi asan deyildi. Həmçinin Qarabağdan da 700 minə yaxın insan məcburi köçmüşdü. Və hesab edirəm ki, bugün yaranmış imkanlardan səmərəli istifadə etməli, problemlərin həlli üzərində dayanmalıyıq. Yoxsa keçmişə dönüb kimdəsə günah axtarmaq, kimisə günahlandırmaqla heç nəyə nail olmaq olmaz, deyib Misir Mərdanov. Siz necə, onun fikirləri ilə razısınızmı? Problemlərin kökündə Misir Mərdanovun dövrünün idarəçiliyi mi durur? Onun verdiyi qərarlar mı durur? Bəs bugünkü nazir Emin Əmrullayevin verdiyi qərarlar necədir? Təhsillə bağlı fikirlərinizi siz də yazın, o cümlədən müəllimlərin və alimlərin əmək haqqı məsələsi ilə bağlı da fikirlərinizi bildirin, dəyərli izləyicilər.